Gəlin görək, kimlər hansı şərtlər daxilində miras əmlakından məhrum edilə bilər. Mülki məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın iradə ifadəsinin həyata keçirilməsinə mane olan hərəkətlər törətmək, yəni özünün və yaxın adamlarına qarşı əlavə payın ayrılmasına, eyni zamanda miras qoyana qarşı əxlaqsız hərəkətlər və ya cinayət hərəkətləri törətmiş şəxslər ləyaqətsiz vərəsə hesab oluna bilər. Bunun üçün tələb olunan hal məhz ləyaqətsiz vərəsənin məhkəmə qaydasına təsdiq olunmasıdır. Bununla bağlı qanunvericilikdə bir məhdudiyyət müəyyən olunubdur ki, yalnız həmin əməllərin törədildiyi vaxtdan, yəni onların üstünün açıldığı vaxtdan 5 il ərzində şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün məhkəmədə iddia qaldırıla bilər. Lakin həmin şəxs miras payı açıldıqdan və öz miras payını əldə etdikdən sonra ləyaqətsiz vərəsə hesab olunarsa, bu zaman o əldə etdiyi əmlakı geri qaytarmalı və bu əmlak digər vərəsələr arasında bölünməlidir.